Salam. Bugünkü dərsimiz 7-ci sinif biologiya kitabından yassı qurdlar tipi, yəni qurdlarla bağlı olan dərsimizdir. Yəqin ki, bütün tiplərini qurtarmasaq da, müəyyən tipində olan siniflər haqqında, nümayəndələr haqqında məlumat verəsiyik. Birinci danışıq yassı qurdlar tipindən. Baxaq görək hər bir canlının haqqında məlumat verməzdən əvvəl baxaq görək bu tip hansı dövrdə, hansı erada yaranıb. Yassı qurdlar tipi ümumiyyətlə bütün qurdlar tipi əmələ gəlib proterozoy erasında. Artıq proterozoy erasında Artıq proterozoyda bütün tiplər heyvanların 23 tipi var və bu 23 tipin 23-ünün də əsası proterozoy erasında qoyulmuşdur. Yəni bu erada artıq başlamışdır və təkamüldə ilk dəfə yassı qurdlar tipində nələr əmələ gəldi? Bunları qeyd edin. Təkamüldə ilk dəfə yassı qurdlar tipində iki tərəfli simmetri əmələ gəldi. İki tərəfli simmetri əmələ gəldi. İkinci, yassı qurdlar tipində ilk dəfə toxuma və orqanlar sistemi əmələ gəldi. Toxuma və orqanlar sistemi əmələ gəldi. Üçüncü, ilk dəfə bunlarda dəri əzələ kisəsi əmələ gəldi. Dəri əzələ kisəsi əmələ gəldi. İlk dəfə bunlarda bədənin bel-qarın istiqamətində yassılaşması əmələ gəldi. Deməli, bunlarda ilk dəfə bədən bel-qarın istiqamətində bunları qeyd edin. Yəni, bunlar düşür. Bədən dərs mövzunun içərisində hamısı var. Sadəcə olaraq burada ümumiləşdirdik deyirik. Bədən bel-qarın istiqamətində yassılaşıb. Sonra bunlarda ilk dəfə olaraq mezoderma qatı əmələ gəldi. Hansı ki, bağırsaq boşluqlarda sadəcə ektoderma və endoderma var idi. Bunlarda artıq mezoderma qatı əmələ gəldi. Sonra ilk dəfə olaraq bunlarda sütunvari sinir sistemi əmələ gəldi. Yassı qurdların sinir sistemi sütunvari quruluşa malik idi. Amma əvvəl bağırsaq boşluqlarda demişdik ki, tor şəkilli quruluşa malik idi. Və 7-ci ilk dəfə bunlarda protonefridial ifrazat sistemi əmələ gəldi. Protonefridial ifrazat sistemi ilk dəfə yassı qurdlar tipində əmələ gəlmiş oldu. Birinci danışaq bunların bədəni necə quruluşa malikdir? Bunların bədəni xaricdən epitel qatı ilə örtülmüşdür və bu epitel qatının altında halqavari, yəni bu şəkildə yerləşən və uzunluğa yerləşən əzəllər var idi. Və bu əzəllərin növbə ilə həmçinin bel-qarın istiqamətində uzanan bel-qarın əzəlləri də yerləşirdi. Bel tərəfdən qarın tərəfə uzanan. Və bunlar həmin əzəllərin köməyi ilə hərəkət edirdilər. Həlqəvari əzələlər yığıldıqda, baxın, bu əzələlər yığıldıqda bunlarda bədən uzanır və nazikləşir. Ancaq uzunluq əzələlər yığıldıqda isə bədən qısalır və yoğunlaşır. Deməli, bu həlqəvi və uzunluq əzəllərin yığılıb açılması nəticəsində baş verirdi. Bel-qarın əzəlləri yığıldıqda isə bədənləri yassılaşırdı. Sonra danışırıq yassı qurdlar tipinin siniflərindən. Görək, yassı qurdlar tipinə hansı nümayəndələr daxildir? Yassı qurdlar tipinin nümayəndələrinə, baxın, burada olanların hamısını dedim ki, bunlarda ilk dəfə bunlar əmələ gəlmişdir. Və bunlarda daxili orqanlar arasında parenxima var idi. Bunlarda parenxima orqanlar arası boşluğu tuturdu. Bax, parenximanın funksiyası nədir? Parenxima daxili orqanları zədələnməkdən qoruyurdu. Həmçinin parenximada ehtiyat qida maddələri toplanırdı və ehtiyat qida mənbəyi rolunu oynayırdı. Bunların 3 dənə sinfi var. Var kirpiçli qurdlar sinfi, var sorucu qurdlar sinfi, bir də var lent şəkilli qurdlar sinfi. Birinci danışırıq kirpiçli qurdlar sinfindən. Kirpiçli qurdlar sinfi, deməli, bədən nümayəndə, məsələn, əgər bizdən təsnifatını yazmaqlarını soruşsalar, biz necə təsnifatını yazırıq? Biz bilirik ki, birinci aləmlə başlayırıq. Deməli, aləm, heyvana gəlin, birinci belə başlayaq. Deməli, yazaq aləm, heyvanlar aləmi, yarım aləm, çox hüceyrəlilər, yarım aləmi, çox hüceyrəlilər, yarım aləmi, tip, yassı qurdlar tipi, sonra sinif, kirpiçli infizorlar sinfi, nümayəndə, biz ağ planarini öyrənirik deyə, nümayəndə isə ağ planar. Təsnifat düşə bilər ki, məsələn, təsnifatını bunun yazın. Nümayəndə isə ağ planar hesab olunmuş oldu. Ağ planarinin bədəni
1,5-3 sm uzunluğundadır. Bədənin ön tərəfində bir cüt lamisə çıxıntısı vardır. Bunlar sərbəst həyat tərzi və yırtıcı həyat tərzi sürürlər. Yəni, oksigenli mühitdə yaşayırlar. Bədənin üzəri çoxlu miqdarda kirpiklərlə örtüldüyünə görə bunlar kirpikli qurdlar sinfi adlanırlar. Və bədənin ön hissəsində 2 ədəd gözü var idi bunun, ağ planarının. Və qara pigmentli göz adlanırdı. Və bədənin ağız orta hissəsində isə ağız yerləşirdi və bunların udlaqları gördüyümüz kimi bədəndən xaricə çıxmaq qabiliyyətinə malik idi. Və bədəndə orqanların arasında da deyil, parenxima var idi. Parenxima da daxili orqanları qoruyurdu və həmçinin ehtiyat qida mənbəyi rolunu oynayırdı. Sonra gəlirik sorucu qurdlar sinfinə. Görək sorucu qurdlar sinfinin nümayəndəsi hansıdır? Sorucu qurdlar sinfinin nümayəndəsinə qaraciyər sorucusu aiddir. Qaraciyər sorucusunun bədəninin üzərində, deməli, bədənin ümumiyyətlə yarpaq şəkilli quruluşa malikdir. Həm ağız, həm də qarın sormacı var idi. Qeyd edirik. Bunlarda ağız sormacı həm qidalanmağa, həm yapışmağa xidmət edir. Qarın sormacı isə yalnız yapışmaq funksiyasını yerinə yetirir. Deməli, ağız sormacı həm qidalanmağa, həm yapışmağa, qarın sormacı isə yalnız yapışmağa xidmət edirdi. Sonra bunlarda sırf parazit həyat tərzi sürürdülər. Ona görə anaerob şəraitdə yaşayırlar, anaerob. Və burada bunu da qeyd edək ki, deməli, bunlarda yadımızdadır qida maddələrinin parçalanması, yəni maddələr mübadiləsi 3 mərhələdə baş verirdi. Birinci hazırlıq mərhələsində mürəkkəb maddələr sadə maddələrə qədər parçalanırdı. İkincisi qlikoliz mərhələsi. Qlikoliz mərhələsində biz glikoz şəkər, lizis isə parçalanma adlandırırdıq. Lizis parçalanma. Üçüncü mərhələmiz isə oksigenli mərhələ idi. Və bu oksigenli mərhələ oksigenli mühitdə yaşayan canlılardaydı. Ona görə ağ planaridə qida maddələrinin parçalanması bu 3 mərhələnin üçündə də baş verdiyi halda, ancaq anaerob şəraitdə yaşayanlarda, məsələn, qaraciyər sorucusunda, öküz soliterində, hərçənd ki, öküz soliteri bütün bədən səthi ilə qida maddələrini parçalayır. Və bunlarda qida maddələrinin parçalanması 2 mərhələdə baş verir. Çünki bunlarda oksigensiz mühitdə yaşadıklarına görə bunlarda yalnız 2 mərhələdə baş vermiş oldu. Qaraciyər sorucusu parazit həyat tərzi sürürdü, qaraciyər hüceyrələrindən qidalanırdı. Çünki insanın qaraciyərində yaşayırdı. Sonra xüsusiyyətlərini danışasıyıq. İndi danışırıq lent şəkilli qurdlar sinfindən. Lent şəkilli qurdlar sinfinin nümayəndələrinə öküz soliteri, dənəvər, exnokok aiddir. Öküz soliterinin bədəni başcıqdan, boyuncuqdan və çoxlu sayda hardasa minə qədər buğumlardan ibarətdir. Onun başcığında 4 ədəd, 1, 2, 3, 4 ədəd sormacı var idi. Bədən boyuncuğun sonunda əmələ gələn buğumların hesabına uzanırdı. Ona görə onun ən qoca buğumu ən sonuncu buğumdur. Ən cavan buğumu isə boyuncuqdan sonra yerləşən buğumdur və qeyd edirsiniz. Öküz soliterinin bədənində ən qocaman hissə onun başcığı və boyuncuğudur. Çünki digər buğumlar, deməli, əgər məhv olduqda bədəndən xaric olunur, amma başcıqla boyuncuq əgər götürülmürsə, yəni əməliyyat yolu ilə götürülmürsə, insanın bağırsağına yapışıbsa, elə insanın bağırsağında başcıq, boyuncuq həmişə qalır. Ona görə başcıq və boyuncuq bunlarda ən qocaman hissələr hesab olunurdu. Və əgər əməliyyat olunmursa, əgər qurd düşmürsə insanın bədənindən, ömrü boyu insan bədəndə yaşaya bilər. Yəni, yaşadığı müddətdə bədən buğumları uzana gedir və bu şəkildə yaşaya bilirlər. Yassı qurdların həyat fəaliyyətindən danışırıq. Yassı qurdlarda hərəkətdən bayaq danışdım. Həlqəvi, uzununa və bel-qarın əzəllərinin hesabına hərəkət edirdi. Amma təkcə infizor tərlikdə isə həm də kirpiklərin köməyi ilə hərəkət edirdi. Bunlarda dedik, ilk dəfə orqanlar sistemi əmələ gəldi. Orqanlar sistemindən əmələ gəldi ilk dəfə həzm sistemi, cinsiyyət sistemi, ifrazat sistemi və sinir sistemi. Deməli, bunlarda 4 tip orqanlar sistemi var idi.
Həzm sistemi bunlarda, məsələn, axplalarda həzm sistemi ağızdan, baxın, ağızdan kənara çıxan udulaqdan, biraz böyüdək, ağızdan kənara çıxan udulaqdan və 3 şaxədən biri önə, ikisi arxaya doğru uzanan bağırsaqdan ibarətdir. Kitabda bu cümlələr oldu, mən dediyim kimi yazılmayıb. Ancaq, baxın, şəkildə var axı, şəkildə olduğuna görə bu bizə düşə bilər. Deməli, bağırsaq şaxəsi, əsas bağırsaq şaxəsi 3 ədəddir. Bu 3 bağırsaq şaxəsindən biri önə, ikisi isə arxaya doğru uzanmışdı, ikisi isə arxaya doğru uzanmışdı. Bu bizim bağırsaq şaxələrimiz hesab olunmuş oldu. Sonra qurtda təkcə ağ planar, məsələn, yırtıcı həyat tərzi sürürdü. Qaraciyər sorucusu qanla qidalanırdı, parazitlik eləyirdi. Amma öküz soliterində isə qaraciyər sorucusunda bu ağ planardan fərqli olaraq, məsələn, onlarda ağız öndə yerləşirdi və bağırsaq şaxəsi onlarda 2 ədəd idi. Ancaq deməli, öküz soliterində isə ümumiyyətlə həzm sistemi yoxdur. Həzm sistemi yoxdur. Sonra lent şəkilli qurtlarda yoxlar. Qida maddələrini bütün bədən səthi ilə sovururlar. Bu, onlarda baş verən ümumi degenerasiyadır. Hansı ki, ümumi degenerasiyada demişdik, bəzi funksiyası, bəzi orqanlar lazım olmadığı üçün, funksiya yerinə yetirmədiyi üçün ixtisar oluna bilərlər, inkişafdan qala bilərlər. Bu da ümumi degenerasiya adlanmış olurdu. Yenə də növü tərəqqiyə doğru aparmış olurdu. Bir də nə edəyək? Bunlarda baxın. Bunlarda anal dəlik yoxdur. Ona görə qida ağızdan daxil oldu, yenidən geriyə qayıtdığına görə anal dəlik olmayan canlılarda qida maddələri 2 istiqamətlərə getir. Bir yuxarıdan aşağıya doğru, bir də təzədən geriyə qayıdır. Ona görə qida 2 istiqamətdə hərəkət etmiş olurdu. Sonra gəlirik bunlarda nəyindən danışaq? Deməli, həzm sistemini dedik. Həzm sistemindən sonra tənəffüsü. Bunlarda tənəffüs bütün bədən səthi ilə baş verir. Çünki xüsusi tənəffüs orqanı yoxdur. Hansılarda özdə? Məsələn, parazitlik edənlərdə ümumiyyətlə tənəffüs baş vermir. Çünki onlar oksigensiz mühitdə yaşayırlar. Amma oksigenli mühitdə yaşayan ağ planari şirin su hidrasında olduğu kimi deməli, bu oksigeni bütün bədən səthi ilə qəbul və karbon qazını da bütün bədən səthi ilə xaric etmiş olurdu. İfrazat sistemindən danışırıq. Bunların ifrazat sistemi nədən ibarətdir? İfrazat sistemi protonefridial tipli ifrazat sistemidir. Və bunların ifrazat sistemi olan protonefridial ifrazat sistemi necə quruluşa malikdir? Deməli, protonefridial tipli ifrazat sistemi ulduz şəkilli hüceyrələrlə qurtarır sonu. Baxın, ulduz şəkilli hüceyrələrə malik və çoxsaylı miqdarda kanalcıqlardan ibarət. Baxın, kanalcıqlardan. Baxın, bunlar kanalcıqlardır. Amma sonu ulduz şəkilli hüceyrə ilə qurtarır və bu ulduz şəkilli hüceyrələr bədənin istənilən yerində xarici açılaraq həyat fəaliyyəti zamanı yaranan zərərli maddələri bədəndən, ifrazat məhsullarını bədəndən xaric etmiş olurdu. Sinir sistemi bədənin ön tərəfində yerləşən, baxın, buyur, 2 ədəd sinir düyünündən, hər birindən uzanan sinir sütunundan və bu sütunlar arasında yerləşən atmalardan ibarətdir. Ona görə deyirik ki, bunların sinir sistemi sütun şəkilli quruluşa malikdir. Sonra gəlirik bunların nə sisteminə? Deməli, ifrazat sistemindən də bitdik. Danışırıq bunların hiss orqanlarından. Hiss orqanlarına yalnız ağ planar da lamis orqanları var idi. Amma digər canlılarda, parazitli həyat tərzi sürənlərdə, sorucu və lent şəkilli qurtlarda, bunlarda xüsusi hiss orqanları yoxdur, çünki parazitlik edirlər. Çoxalması necə baş verir? Bu qurtlar hermafroditdir. Məsələn, çoxalma sistemində ağ planaridə bunlarda bir cüt yumurtalıqdan və çoxlu miqdarda toxumluqdan ibarətdir. Ağ planarinin mayalanmış yumurtaları, məsələn, bunlarda yumurtalar mayalandı. Mayalanmış yumurtalar ağ planaridə üzəri qovuqla örtülür və bunlardan çoxlu miqdarda yeni fərqlər yaranırdı. Deməli, necə oldu qızım bunlarda? Bunlarda yumurtalar, məsələn, inkişafı ağ planaridə. Ağ planar da digərlərindən fərqlidir. Məsələn, digərlərində inkişaf sahib dəyişmə yolu ilə baş verəsidir. Amma bunlarda bu şəkildə baş vermir. Yəni, hansında ağ planaridə onlarda olduğu kimi baş vermir. Niyə onlarda belə baş vermir? Çünki
Planar yırtıcı həyat tərzi sürmür, amma digərlərində nəsil dəyişmə yolu ilə baş verirdi inkişafı. İndi baxırıq digərlərinin inkişafına. Sistemlərini dedik. İndi danışırıq məsələn, birinci danışaq qaraciyər sorucusunun inkişaf siklindən. Görək, qaraciyər sorucusunun inkişaf sikli necə baş verirdi? Davam edirik. Qaraciyər sorusunun inkişaf sikli, bizdə qaraciyər sorucusu səhv eləmirəm, sən hüquqat dərslərdəyik. Deməli, bu qurtların əsasən, məsələn, qaraciyər sorucusudur, öküz soliterdir, dənəvər etnokokdur. Bunların 2 dənə sahibi var idi. Əsas sahibləri var idi, aralıq sahibi var idi. Qaraciyər sorucunun əsas sahibi ot yeyən məməli heyvan, deməli, bu bunun əsas sahibi hesab olundu. Aralıq sahibi isə molluskular tipinin nümayəndəsi olan kiçik göl ilbizidir. Qurd demişdik, qaraciyər sorucusu insanın və qaramalın qaraciyərində yaşayır. O qaraciyərdə yaşayır və çoxlu yumurtalar əmələ gətirir. Onun qoyduğu yumurtalar, biz bilirdik ki, qaraciyərdən, baxın, məsələn, burada qaraciyər var idisə, məsələn, qaraciyərdə yaşayırsa, qaraciyərdən, insanın sağ tərəfindədir, qaraciyərdən öd axarı vasitəsinin, qaraciyərdən ödün axarı çıxır. Öd axarı ilə gəlir, tökülür bağırsağa. Bağırsağa tökülmüş yumurtalar nəcis vasitəsilə xarici mühitə çıxır. Yumurtalar nəcis vasitəsilə xaricə çıxdı. Və əlverişli mühitdə suya töküldü. Əlverişli şəraitdə suda bu yumurtadan üzəri kirpiklərlə örtülü sürfə çıxır. Bu sürfə suda 1-2 gün ərzində üzür. Əgər aralıq sahibini tapırsa, aralıq sahibinə daxil olur. Əgər aralıq sahibini tapmırsa, bu kirpikli sürfə məhv olur. Bu kirpikli sürfə məhv olur. Deməli, gölmə cilbizini tapdıqda isə sürfə onun bədəninə daxil olur. Və kirpikli sürfə kiçik göl ilbizinin bədəninə girir. İlbizin bədənində o qeyri-cinsi yolla çoxalır. Bax, bunu vurğuluyuram. Niyə? Çünki qurtlardan bəziləri aralıq sahibinin bədənində çoxalır. Bunlardan da biri qaraciyər sorucusudur. Qaraciyər sorucusu aralıq sahibinin bədənində çoxalır və bu kirpikli sürfədən elə göl ilbizinin bədənində quyruqlu sürfə əmələ gəlir. Deməli, qaraciyər sorucusu və dənəvər exnokok qeyd eləyin olur. Sürfə mərhələsində də çoxalmaq qabiliyyətinə malikdir. Və quyruqlu sürfə əmələ gəldi. Görürsünüz, quyruqlu sürfədə də 2 dənə sormacı var idi. Quyruğunun köməyi ilə suda üzür. Ağız sormacı və qarın sormacı. Və əgər yaxınlıqda ot bitkiləri varsa, onun üzərinə yapışır. Quyruğunu itirir. Quyruğunu itirərək sistaya çevrilir. Bura bir dənə yekə qeyd yazıram. Sista sözünə biz rast gəlmişdik bir hüceyrəlilərdə əlverişsiz mühitdən qorunmaq üçün yaranan uyğunlaşma şəklində. Və o sistası, yəni qaraciyər sorucusunun sistası ilə bir hüceyrəlilərin sistası arasında fərq ondan ibarətdir ki, bunun sistası çox hüceyrəlidir. Belə sual düşə bilər çaşdırmaq üçün. Qaraciyər sorucusunun sistası çox hüceyrəlidir, amma ibtidailərin sürfəsi isə bir hüceyrəlidir. Sonra nə baş verdi? Sonra bu sista, əgər təzədən mal-qara bu otla qidalanarsa, həmin sista yenidən qara malın bədəninə keçir, artıq sistanın örtüyü əriyir və cavan sorucu qana keçərək bağırsaq venası ilə belə deyək. Deməli, bağırsaq venası ilə gəlir qaraciyərə. Biz demişdik ki, məsələn, sista keçdi qaramalın bədəninə. Baxın, bunu yazaq. Keçdi bədəninə. Həzm sistemi ilə sista gəldi qaramalın ağız, udulaq, sonra bağırsaq. Bağırsaqdan çıxırdı bağırsaq venası. Bağırsaq venası.
Biz bilirdik ki, bağırsaq venasından çıxan qan gəlirdi qaraciyərə, qaraciyərdə təmizlənməyə. Həmin o parazit də bu bağırsaq venası ilə qaraciyərə gəlir və artıq qaraciyərə gəldikdən sonra orada qalır və orada yetkin fərdə çevrilir. Ona görə insanın yalnız böyük qan dövranında rast gəlinir. Yalnız böyük qan dövranında rast gəlinmiş olur. Deməli, burada nəyi vurğuluyuruq? Deməli, qaraciyər sorucusu əsas sahibinin bədəninə sista mərhələsində daxil olur, onu yumurta mərhələsində tərk edir. Belə bir qeyd deyirəm. Əsas sahibin bədənində canlı, yəni parazitlər yetkin fərd mərhələsində yaşayır. Əgər bizdən soruşsa ki, yetkin fərd mərhələsində parazitə harda rast gəlinir? Biz deyəsirik ki, əsas sahibin bədənində. Əgər əsas sahibin bədənində o yetkin fərd mərhələsində yaşayırsa, deməli, yalnız bu mərhələdə çoxala bilər, cinsi yolla. Deməli, əsas sahibin bədənində cinsi yolla çoxalır. Ümumiyyətlə, həmişə parazitlər əsas sahibin bədənində cinsi yolla çoxaldığına görə onun bədənini yumurta mərhələsində tərk edirlər. Və sürfəsi 2 dənə, sonra aralıq sahibi hansı mərhələdə daxil olur? Aralıq sahibə kirpili sürfə mərhələsində daxil olur, quyruqlu sürfə mərhələsində onu tərk eləyir. Sonra, bəs neçə ədəd sürfə, neçə növ sürfəsi var onun? Onun 2 növ sürfəsi var. Bir onun kirpikli sürfəsi var, bir də onun quyruqlu sürfəsi var. Yəqin ki, bunu başa düşdük. İndi keçirik, Fatimə, vaxt bitsə də çıxmayarsan, qısa müddətli şeylə qoşularıq, Google-la qoşularıq. Sonra gəlirik onun öküz soyuterinin inkişaf siklinə görə öküz soyuterinin inkişaf sikli necə baş verir? Öküz soyuterinin də əsas sahibi var və aralıq sahibi var. Öküz soyuterinin əsas sahibi insan, aralıq sahibi isə qaramaldır. Deməli, əgər onun əsas sahibi insandırsa, o insanın bədənində yetkin fərd mərhələsində yaşayır və insanın bədənində cinsi yolla çoxalır bu qurd. Deməli, insanın bədənində yetkin fərd mərhələsində yaşayır və insanın bədənində cinsi yolla çoxalır. İnsanın nazik bağırsağında yaşayır. 4 sormacı vasitəsilə insanın nazik bağırsağına yapışır və orada olan qida maddələrini bütün bədən səthi ilə sovuraraq qidalanır və insanda bağırsaq çatışmazlığına səbəb olur. Çünki insanın bağırsağının sahəsi bütün hissəsini tuta bilir. Çox qorxulu bir xəstəlikdir. Əməliyyat yolu ilə götürülür və əməliyyat yolu ilə götürüldükdə əgər onun başçığı və boyuncuğu yenidən insanın bağırsağında qalırsa, yenidən parazit çoxalmağa başlayır. İndi danışırıq bunun görək inkişafı necə baş verir. Əsas sahibin, yəni insanın nazik bağırsağında yaşayan parazit və onu da deyim ki, axı demişdik ki, qurdun bədəni başçıqdan, boyuncuqdan və çoxlu sayda buğumlardan ibarət idi. Onun hər bir buğumunda çoxalma orqanı yerləşirdi. Və buna aid idi 2 paydan ibarət olan bir ədəd yumurtalıq, demək 2 paylı bir yumurtalıq. Bu bunun dişi cinsi orqanıdır. Və çoxlu miqdarda da bunun toxumluğu var idi. Çoxluda toxumluğu var idi. Və onun bağırsağında çoxlu miqdarda toxumluğu var idi. Onun bağırsağında, onun buğumlarında hermafrodit yolla çoxalır, hermafrodit canlı olan öküz soyuteri eyni bir yumurtalıq, eyni bir canlının yumurtalığı, eyni bir canlının toxumluğunda əmələ gələn spermatozoidlərlə mayalanır və qamet əmələ gəlmənin olqamiya növüdür. Mayalandı. Mayalanmış yumurtalar nəcis vasitəsi ilə xaricə tökülür. Və bu yumurtalar deməli 2 ədəd, baxın şəkildə var. Bu yumurtalar 2 ədəd qarmaq vasitəsilə yapışır onun otların üzərinə. Otların üzərinə yapışdıqdan sonra əgər aralıq sahib olan öküz bu yumurtalarla qidalanarsa, onun həzm sistemi vasitəsilə, baxın, ağız, udlaq, bağırsaq, ağız, udlaq, qida borusu, mədə və mədədə bu qurdun yumurtasından 6 qarmağı olan sürfə çıxır.
Sonra bu sürfə gəlir bağırsağa. Bağırsağın divarını dəldikdən sonra bağırsaq venası, bağırsaq venası ilə gəlir qaraciyərə, sonra qaraciyərdən hara gəlir? Sonra qaraciyərdən gəlir qaraciyər venası, baxın, bu inkişaf sikli lazımdır. Qaraciyər venasından sonra gəlir aşağı boş vena, qoyun bunları silək, qarışmasın. Sonra gəlir aşağı boş vena, aşağı boş vena ilə gəlir ürəyin sağ qulaqcığına, sonra sağ mədəciyinə, sonra sağ mədəcikdən gedir ağciyərə, sonra ağciyərdən ağciyər venası, sonra gəlir ürəyin sol qulaqcığına, sonra gəlir ürəyin sol mədəciyinə, sol mədəcikdən çıxan aorta vasitəsilə oradan gedən arteriyalarla insanın qaramalın gedir əzələlərinə və onun əzələlərində artıq əzələlərdə o finnaya çevrilmiş olur. Və finna qovuq şəkillidir. Finnada artıq qarmaqlar yoxdur. Və finna əgər qaramal kəsilmirsə, o finna mərhələsində sakitlik mərhələsidir finna. 10 ilə qədər əmin o qaramalın əzəllərində yaşamaq qabiliyyətinə malikdir. Və bu yetişmiş finnanın içərisində bu qurdun olur başcığı və boyuncuğu. Əgər yaxşı bişirilməmiş mal əti ilə insan qidalanarsa, təzədən, baxın, bu ətdir. Əgər bu ətlə insan qidalanarsa, bu finnanın bu qovuğu partlayır və finnanın içərisində başcıq və boyuncuq olduğuna görə o insanın bağırsağına yapışaraq yetkin qurda çevrilir. İnsanda törətdiyi xəstəlik teniarixoz adlanır. Amma finna sözündən qaramalda törətdiyi xəstəlik isə finnoz adlanır. Deməli, o əsas sahibinin bədəninə finna mərhələsində daxil olur. Yumurta mərhələsində, bax, görürsünüz ki, yenə əsas sahibdir. Əsas sahib olduğuna görə onun bədənini yumurta mərhələsində tərk edir. Çünki burada cinsi yolla çoxalır. Ancaq aralıq sahib olan qaramalın bədəninə yumurta mərhələsində daxil olur. Finna mərhələsində onu tərk edir. Qaraciyər öküz soyuterinin inkişaf sikli bu qədər. Qaldı bizim dənəvər exnokokumuzun. Əslində digər qurtlar da var. Onda növbəti dərslərdə izah edəcəyik. İndi danışırıq dənəvər exnokokun inkişaf siklindən. Görək, dənəvər exnokokun inkişaf sikli necə baş verir? Dənəvər exnokok, bu da lent şəkilli qurtlar sinfinə aid olan bir nümayəndədir. Dənəvər exnokokda əsas sahib var, aralıq sahib var. Dənəvər exnokokun əsas sahibi it, pişik və vəhşi yırtıcı heyvanlar. Aralıq sahibi isə insan və kənd təsərrüfatı heyvanlar olmuş oldu. Deməli, yenə də əsas sahibinin bədənində cinsi yolla çoxalma baş verdi, yetkin fərd cinsi yolla çoxaldı və cinsi yolla çoxalma zamanı yumurtalar əmələ gəldi. Bu yumurtalar nəcislə xaricə çıxandan sonra bu yumurtalar ot, su və müxtəlif qida məhsullarının üzərinə yapışır. Bura düşür. Yapışır deyəndə düşür. Və hətta itin pişiyin tüklərinə belə yapışıb qala bilir. Bu yerlərlə təmasda olanda aralıq sahibləri, yəni əgər insan pişiyi sığallasa, iti sığallasa və yaxud insan ot bitkilərinin yaxşı yuyulmasa, bu şəkildə yesə, bu yumurtalar yoluxur aralıq sahibinə. Aralıq sahibinin bədənində, həzm sistemində bu yumurtalardan üzəri yenə 6 qarmaqla örtülü sürfə çıxır. Bu 6 qarmaqlı sürfə bağırsaqdan qana keçir
və yenə də qan vasitəsilə və ya öküz soliterində sadaladığım kimi müxtəlif orqanlara, qaraciyərə, beynə, hətta ən çox ağciyərə gələrək ağciyərdə qovuqlar əmələ gətirir. Qovuğun içərisində onun başcığı olur və başcığı bu qovuqdan xaricə çıxır və belə deyək, həmin o qovuğun içərisində də bunlarda qeyri-cinsi yolla çoxalma baş verir. Bayaq demişdim axı, aralıq sahibinin bədənində qeyri-cinsi yolla çoxalan qurd bir qıdənəvər exnokokdur, bir də qaraciyər sorucusudur. Və sürfələr burada çoxalır. Qovuqcuqlarda exnokokun başcığı olurdu və finna olurdu. Yırtıcı heyvanlar, ot yeyən heyvanların, məsələn, mən qara malı kəsdim, onun görürəm ki, ağciyəri, belə deyək, üzərində finna var. Ya xoşuma gəlmir bunun ağciyəri. Mən onu atıram ki, heyvan bunu yesin. Əgər heyvan bu ətlə qidalanırsa, bu qara ağciyərlə və ya digər məsələn orqanlarla qidalanırsa və bunu vəhşi heyvanlar da bu ət bununla qidalandıqda o yenidən əsas sahibinin bədəninə keçir. Qarmaqcıqları və sormacıları ilə əsas sahibinin bədəninə yapışır. Deməli, bir dənə fərq nədir? Dənəvər exnokokda həm deməli, sormacılar var və bu sormacılardan əlavə onda yapışmaq funksiyasını yerinə yetirən qarmaqcıqlar var. Və yenidən sahibin bağırsağına yapışmış olurdu. Və onun törətdiyi xəstəlik adlanır exnokokoz. Deməli, o öküz soliterində olduğu şəkildə əsas sahibin bədəninə daxil olur, finna mərhələsində, onu tərk edir yumurta mərhələsində. Aralıq sahibinin bədəninə yumurta mərhələsində daxil olur, onun bədənini isə finna mərhələsində tərk etmiş olur. Deməli, bu qurdların törətdiyi xəstəliklərə baxaq. Qaraciyər sorucusunun törətdiyi xəstəliyi biz adlandırırıq fasilyoz. Öküz soliterinin törətdiyi xəstəliyi insanda adlandırırıq teniyarokoz, heyvanda adlandırırıq finnoz. Öküz soliterinin törətdiyi xəstəliyi isə, exnokokun törətdiyi xəstəliyi isə exnokokoz adlandırırıq. Exnokokoz adlandırmış oluruq. Sonra digər qurdlar haqqında keçdikdən sonra bunlar haqqında məlumat verəsiyik. Dərsimiz bu qədər.